Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın iznə bu dəfəki çatdıracağımız mövzu əhdə vəfa haqqında olmalı. Bizləri yaradan Allah Subhanahu wa Ta'ala dünya həyatında bizləri daima sözümüzdə məsuliyyətli olmağımızı istəyir. Və bu məsuliyyət şuuru içində necə olacağımızı və bu məsuliyyəti necə dərk edəcəyimizi də Allah Subhanahu wa Ta'ala bizə öz kitabında və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsində çatdırır. Vəfa dediyimizdə Allah Subhanahu wa Ta'ala'ya verilən söz, yəni Allah Subhanahu aldığımız əhdi yerinə yetirmək və sadiqlik mənasına hətta gəlir. Bunu baxdığımızda iki qismə ayrılır. Bir, Allah Subhanahu wa Ta'ala'ya verdiyimiz söz, iki, insanlara qarşı verdiyimiz söz, yəni vəfa borcumuz. Allah Subhanahu wa Ta'ala'ya qarşı verdiyimiz əhd, ilk insan yaradılanda Allah Subhanahu wa Ta'ala soruşur: mən sənin Rəbbinəm? O, bəla deyir. Yəni, bəli, sən bizim Rəbbimizsən. Və deyir, bu sualın cavabını biz ondan aldıq ki, qiyamət günü o, ona Rəbbi yaradır və Rəbbin o tanıdacağına şahidlik edən mələklər olsun. Və qiyamət günü deyə bilməz ki, mən Rəbbimi tanıyamadım. Bir insan öz Rəbbin ağlı ilə tapmaqdan mükəlləfdir. İbadət məsələlərində və namazın qılmış şəkillərində, orucun tutuş şəkillərində burada fərqli ola bilər. Amma bir insan Rəbbin tapmaqla mükəlləfdir. Çünki Allah Subhanahu da bizim ağlımızı elə bir şəkildə yaradıb ki, öz Rəbbimizi tapmaqla mükəlləfik. Və bunu Allah Subhanahu Teala Quran-ı Kərimdə bizə İbrahim Peyğəmbərin hissəsində vurur. Və Allah Subhanahu da Quran-ı Kərimdə bizə əhdlərimizi çatdırır. Bu təzəlikcə bəhrəsindən belə doyunca bəlkə bəhrələnmədiyimiz Ramazan ayı. Ramazan ayı əslində nədir? Ramazan ayı əhd ayıdır. Allah Subhanahu wa Ta'ala buyurur ki, ey iman gətirənlər, oruc sizə fərz buyuruldu və yemək içmək sizə qadağan olundu. Biz Allah Subhanahu wa Ta'ala söz veririk. Ya Rabbi, sən bizə dedin yemə, içmə və haramlardan uzaq dur. Biz sənin verdiyin sözə əhdimiz sadiqiz. Biz bundan uzaq dururuq. Oruc bir əhddir özü. Çünki biz Rəbbimizə söz veririk. Və yaxud da namazlarımız, ibadətlərimizə baxdığımızda Allah Subhanahu wa Ta'ala bizi çağırmaq üçün 5 vaxt namazı bizim üçün təyin etdi. Və 5 vaxt namazda azan Allah Subhanahu wa Ta'ala bizim üçün təyin etdi. Və bu azan verən şəxs hər gün bizi Allaha çağırır. Allaha gəlir, qurtuluşa gəlir. Hər gün 5 dəfə bizi xatırladır ki, siz əhd almışdınız. İlk yaradılanda ki, ya Rabbi, sən bizim Rəbbimizsən. Və başqa ayətdə Allah Subhanahu wa Ta'ala nə buyurur? Mən də cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni, bizim bu çağırılmağımız, ey qulum, xatırlatmadır. Əhdinə sadiq ol. İlk dəfə necə əhd verdiniz ki, sən bizim Rəbbimizsən, indi əhdinə sadiq ol və Rəbbinə get. O bizim əhdimizin sadiqliyindəndir və onu bizə xatırladır ki, hər namaz vaxtı Allah Subhanahu wa Ta'ala'nın huzuruna gedir. Və biz baxdığımızda insanlara qarşı olan əhdimiz. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, ey iman gətirənlər, etməyəcək bir şey demə. Yəni, insanlara qarşı söz verir. Bəzən nəysə bir iş görəcəyimizdən, nəysə bir iş edəcəyimizdən, ya da mal, mülk, bunlara qarşı söz veririk və etmirik. Allah Subhanahu wa Ta'ala başqa da buyurur ki, etməyəcək bir şey demək sizin üçün günah olaraq kifayət edər. Allah Resulü sallallahu aleyhi ve sellemdən bir, hələ Məkkə dövrəndə idi. Və Allah Resulü sallallahu aleyhi ve sellem Peyğəmbəri də gəlməmişdir. Ticarət, bir insanla arasında ticarət olur və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, gedim, pul götürüm, gəlim. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem həmin yerdə durur. Çünki bu insan dedi, qayıdacam. Və Allah Resulü sallallahu aleyhi ve sellem söz verdi. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, səni bu yerdə gözləyəcəm mən. Və həmin şəxs gedir, gəlir. 3 gün sonra həmin şəxs gələndə Allah Resulü sallallahu aleyhi ve sellem həmin yerdə. Və o insanla kobud bir şəkildə danışmır. Və buyurur ki, ey gənc, 3 gündür bu yerdə mən səni gözləyirəm. Çünki sən mənə söz verdin gələcəyinə və mən də söz verdim ki, burada səni gözləyirəm. Sən əhd bağladın. Və Allah Subhanahu wa Ta'ala bizdən də bunu daima bu əhdimizə riayət etməyimizi istəyir. Allah Quran-ı Kərimdə başqa nə buyurur? Möminlər, o şəxslər ki, əmanətə və əhdə riayət edirlər. Və başqa nə buyurur? Allah ilə əhd bağladıktan sonra onu pozanlara gəldikdə isə lənət məhz onlaradır. Bir insan baxdığımızda tövbə edir ki, mən tövbə etdim günahlarımdan.
Bir müddət sonra nə deyir? Başara bilmədi. Bu insan xatalı insandır. Çünki bu insan Allah Subhanahu va Taala'ya qarşı əhd verir. Ya Rəbbim, mən bunu etməyəcəm. Əgər bu əhdinə sadiq deyilsən, demə səni də alacaq, mən də alacaq. Bizim yaşantımız, həyat bilincimiz hər zaman Quran işığı üzrə olacaq. Və Quran kərimdə Allah Subhanahu bizə çatdırır ki, bir möminin vəzifələri, bir möminin xüsusiyyətləri, o möminlər ki, əhdlərinə sadiqdir, deyildiyi sözlərə. Yəni, hansısa bir məsələdə olsun, fərqi yoxdur. Allah Resulü sallallahu aleyhi ve sellem'in yaşantısına biz baktığımızda Muhammedül Əmin deyilirdi. İslam dini gəlməmişdi. Amma bu şəxs həyatda əmin bir şəxs idi. Bizim ata-babalarımızdan deyilən söz kişi idi bu. Yəni, bizim dədə-babalarımızda eşitdiyimiz söz. Kişi adam idi, sözün üstündə duran bir adam idi. Elə bir adam idi ki, bu şəxs Məkkəlilər ona əziyyət verdi, amma mal mülkü ona əmanət edir. Bilir ki, bu əhdə sadiq adamdır. Bilir ki, bu malını tələf etməyəcək. Öz evlərin, öz malın mülkü ona əmanət edirdi. İndi biz həyatımıza baxaq. Bizə əmanət edən varmı? Xeyr. Bizə mal mülkü, maşının, pulun, evin əmanət edən var mı? Xeyr. Demək, imanımızda problem var. İslam gəlməmiş Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür edir. Və Əqaba beytində 12 nəfərlə Əqaba beyti Allah Resulü sallallahu beyt var. Həmin şəxslərin içində Bəra bin Məzur. Həmin şəxs deyir ki, ey Allahın Resulü, həc mövsümündə səni gəlib ziyarət edəcəm. Bir söz verir Allah Resulü sallallahu aleyhi ve sellem. Və elə olur ki, həmin şəxs xəstələnir. Ölüm yatağında olarkən həyat yoldaşına buyurur ki, mənim üzümü Kəbəyə sarı çevir. Çünki mən deyir, Allah Resulü sallallahu aleyhi ve sellemə söz verdim ki, gələcəm. Gələ bilmədim, üzüm o sarı olsun. İlk qibliyə sarı, sağlığında və dünyasını dəyişəndən sonra çevrilən səs Bəra bin Məzur idi. Həmin şəxs, həmin sahabə. İlk qibliyə çevrilən şəxs. O insan əhdində o qədər sadiq bir insan ki, ölüm ayağında həyat yoldaşına ki, mən söz vermişdim. O Muhammed əminə söz vermişdim, gələcəm, gələnmədim. Üzümü ora çevir. Və müşriklərlə müsəlmanın arasında bir müqavilə var, Hüdeybiyyə müqaviləsi. Bu Hüdeybiyyə müqaviləsinin şərtləri müsəlmanlar tərəfdən baxanda ağır görülürdü. Deyir, onlar sizə ağır gəlir, halbuki orada xeyir var idi. Məkkədən kim Mədiniyə gəlirdisə, o insan qaytarılıb verilirdi Məkkəyə. Və hətta deyil, sahabən biri, sonradan sahabə olmuş bir şəxs, gəlir və Mədinə şəhərinə sığınır. Və bundan sonra atası gəlir və atası bu ki, oğlumu mənə təhvil verməlisiniz. Şərtlər bu cürdür. Və Peyğəmbər sallallahu aleyhi ve sellem çağırır, deyir ki, Muhammed, sən bizimlə əhd bağladın ki, Məkkədən Mədinəyə kim daxil olsa, biz ona sən təhvil verəcək. Deyir ki, bəli, deyir, onu mənə təhvil verəsən. Hətta deyir, onun boynuna zincir keçirdir və sürüyə aparanda vurur. Allah Resulü sallallahu aleyhi ve sellem çevrilir, buyurur ki, Allah rızası üçün heç olmasa o insanı təhqir etmir. O insan əziyyət verir. Amma bir söz kimi, öz evladı iman getmişdi, atası ona o işgəncəni verir. Hətta deyir, müsəlmanların ən çox üzüldüyü bir vaxt edir. Gözlərinin önündə bir insana ağlaya-ağlaya, düyə-düyə əllərindən alıb müşriklər aparırdı. Amma Allah Resulü sallallahu aleyhi ve sellemin yanına gələn Allah Resulü nə deyir? Deyir ki, biz əhd bağlamışıq. Bizim şərtlərimiz var ki, bu üçlərini biz onlara verəcəyik. Yəni, o müsəlmanın əziyyət çəkir, zülüm çəkir, amma Allah Resulü sallallahu aleyhi ve sellem heç bir zaman əhdindən dönmür. Çünki müminin, müsəlmanın xüsusiyyətlərindəndir bunlar. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, münafiqin əlamətlərini çatdırarkən, buyurur ki, onlara əmanət edilənin əmanətlərini xəyanət edərlər. Bu günləri bizə əmanət edən varmı? O güvən varmı? Allah Subhanahu wa Taala bu ayətləri, bu hədislər biz xütbədə deyiləs deyə gəldi, yoxsa biz ibrət alaq deyə. Bu dediklərim hər biri öz nəfsimə aiddir. Məndə olan xüsusiyyətlərdir. Mən heç kimə demirəm. Bu mənə aid olan xüsusiyyətdir. Çünki özümdə var bu yanlışlar. Allah Resulü sallallahu aleyhi ve sellem bizi o möminlərdən olmaq üçün, əhdinə sadiq olanlardan, mömin qardaşlarının sözün üstünə duranlardan və sahabələrdən biri Bədir döyüşündə iştirak edə bilmir. Və Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlir, buyurur ki, bir daha döyüş olsa, mənim o döyüşdə nələr edəcəyimi siz görərsiniz. Və az müddət sonra Uhud döyüşü olur. Və burada müsəlmanlar uduzmaq təhdidinə gəlib çıxırlar. Və o oxçular öz yerini tərk eləyəndə həmin şəxs üzün çevir və müşriklərə sarı gedir. Və onu görən sahabələr
Deyir ki, hara gedirsən, düşmən gəlir. Deyir, cənnətin iyi oradadır. Çünki mən söz vermişdim ki, bir döyüş olsa, mənim orada nələr etdiyimi görərsiniz. Həyatı bahasına sözün üstünə durur. 80-dan artıq bədəndə mizraq və qılınc yaraları olduğu keçir. Hətta şəhidlərin tanınması məqamına gəlib çatırlar ki, dünyasını dəyişənə ayrırlar, kimlər müsəlmandır, kimlər müşrikdir, dəfn mərasimində görə. Həmin sahabənin bacısı sadəcə barmaq usullarından tanıyır. O qədər yaralanır ki, o qədər beybəcər bir ara müşriklər onu salırlar ki, barmaq usullarından tanıyır. O insan həyatı bahasına, əhdinə sadiq oldu. Allah subhanahu wa ta'ala bizdən də bu qulları olmaq istəyir. Bu cür yaşamağımızı. Biz bunları bir həftə boyu xütbə olsun deyə hazırlamadıq. Vallahi bunları birinci öz nəfsimiz üçün, sonra müsəlmanlar üçün ibrət olsun deyə hazırladıq. Çünki bugünkü gündə baxdığımızda müsəlmanlar, möminlər arasında ən böyük problem əhd məsələsidir. Müsəlman qardaşına borc verir, dala ala bilmir. Aylərlə, illərlə bunun üzərinə keçir. Və borcun istəyəndə hətta pis olur. Amma Allah subhanətə nə buyurur? O möminlər ki, əhdlərinə sadiqdirlər. Onlar verdiyi şey üstünə dururlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, siz mənə 6 şey diqqət edəcəyiniz söz verin, mən də sizə cənnətə girəcəyinizi qarantı verin. Danışdığınızda doğru söyləyin. Söz verdi, sözünüzü tutun. Sizə bir şey əmanət edildə onu riayət edin. İffətinizi qoruyun və gözünüzü və əllərinizi haramdan çəkin. Ən birinci yerə nə gəldik? Qavl, söz. Sözünüzün üstünə durasın. Əhdinizə sadiq olasın. Allah subhanahu wa ta'ala daima biz möminləri əhdlərimizə sadiq olub, sadiq möminlərdən olub və o üzrə dünyasını dəyişən bir qullardan etsin. Allah subhanahu bizim elə bir yaşantı nəsib etsin ki, bizim cənazə namazımızda duran bir şəxs bu nə gözəl, bu nə sadiq bir mömin edib deyən şəxslərdən etsin. Amin.